Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlik narahatlıq doğurur. Modernas xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfləri təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırıb. Belə qeyri-sabit vəziyyətdə bir tərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırki vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik. Bununla yanaşı bəyanatda münaqişənin həlli üçün yolun beynəlxalq hüquqi norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inam ifadə edilib. Regional sabitlikdə ortaq və qarşılıqlı maraq qəbul edərək ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə eləyəcək deyə Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur.